ölkəmizdə kifayət qədər sıx rast gəlinən talasemiya və hamiləlik mövzusundan danışırıq. Talasemiya bizim orqanlarımıza, toxumalarımıza oksigen daşıyan hemoqlobin molekulunun genetik mutasiyalar nəticəsində strukturunun, onun qlobin həlqələrinin quruluşunun pozulmasıdır, onların yetməzliyidir. Yəni bu bildiyimiz sıradan qan azlığı deyil, hansı ki dəmir preparatları və s. ilə müalicə olunur. Bu bir genetik xəstəlikdir. Və talasemiya iki formada özünü biruzə verir: alfa talasemiya və beta talasemiya. Alfa talasemiyaya 16-cı xromosomlarımızda yerləşən 4 gen, beta talasemiyaya isə 11-ci xromosomlarımızda yerləşən daha çox sayda genlər cavabdehdir. Və xəstəliyin şiddəti də bu genlərin neçəsinin zədələnməsindən asılı olaraq müxtəlif cür özünü biruzə verir. Əgər 1 və yaxud da 2 gen zədələnərsə, istər alfa talasemiyada, istər beta talasemiyada, bu zaman silent carrier status, yəni daşıyıcılıq adlandırdığımız və yaxud da talasemiya minor adlandırdığımız talasemiyanın yüngül formaları meydana çıxır və belə hamilələrin hamiləlik gedişi digərlərindən o qədər də fərqlənmir. Sadəcə yüngül anemiyadan əziyyət çəkə bilərlər. Əgər 3 və daha artıq sayda gen zədələnərsə, bu zaman talasemiyanın daha ağır homozigot formaları meydana çıxır və belə hamilələr orta və şiddətli dərəcədə anemiyadan əziyyət çəkirlər və əksər hallarda hamiləlik gedişi boyunca qan köçürülməsi, hemotransfuziya tələb oluna bilir. Daha ağır hallarda hamiləliyin sonlandırılması və sümük iliyi köçürülməsi məsələləri də önümüzdə dura bilər. Və bir talasemiyalı hamilə nə etməlidir? Bildirmək istəyirəm ki, talasemiyanın qeyd etdiyim kimi dərman müalicəsi yoxdur. Burada sadəcə hamileliyə nəzarət lazımdır və hədəfimiz hemoqlobin səviyyəsini 10 qram desilitr səviyyəsində saxlamağa yönəlmişdir. Yəni adi hamilələr üçün hemoqlobin səviyyəsi 11 qram desilitr norma hesab edilirsə, talasemiyada bu norma 10 qram desilitr səviyyəsindədir. Və gərəkirsə bir hematoloqumuz olacaq, onunla da sıx-sıx konsultasiya edəcəyik. Və bugün təqdirə layiq bir haldır ki, nigahdan öncə cütlüklər talasemiya daşıyıcılığına qarşı müayinə olunurlar və artıq nigaha girərkən bu mutasiyanın olub-olmadığını özlərində bilirlər və bunun önəmi nədir? Əgər hər iki tərəfdə, həm atada, həm anada talasemiya daşıyıcılığı aşkarlanıbsa, bu zaman hamiləliyin bəlli həftələrində dəqiq genetik testlərlə, yəni bu NIP testi ola bilər, amniosentez də ola bilər, xorion biopsiyası da ola bilər, bu testlərlə biz döldən genetik analizlər götürərək gələcək doğulan uşağın talasemiyanın hansı forması ilə xəstə ola biləcəyini artıq ana bətnində təyin edirik. Və bu da cütlüklərə belə bir fürsət verir ki, əgər uşaqda talasemiyanın ağır forması aşkarlanırsa, o zaman ailə hamiləliyin terminasiyası, sonlandırılması qərarını vaxtında vermək üçün bir fürsət əldə etmiş olur. Ona görə də nigaha girməzdən öncə, rəsmi nigahlardan öncə zaten bu dövlət tərəfindən tələb olunur, məcburidir. Amma bəzən nigahlar rəsmi olmur, qeyri-rəsmi qurulan ailələrdə olur. Mütləq şəkildə talasemiya daşıyıcılığına görə yoxlanın. Bu mutasiyanın olub-olmadığını özünüzdə bilin.